Stres beynin gizli düşmənidir. Bu ifadə tam elmi əsaslıdır. Çünki stres sadəcə psixoloji hal deyil, beyində struktur və funksional dəyişiklik yaradan real bioloji prosesdir. O zaman stres beyinə necə təsir edir? Birinci, uzun müddətli stres beyində hipokampa zərər verir və nəticədə unutqanlıq, diqqət dağınıqlığı yaranır. İkinci, düşünən beyin susur. Prefrontal korteksin fəaliyyəti azalır, düzgün qərar vermə çətinləşir, emosiyalar idarədən çıxır. Stres zamanı qorxu mərkəzi amigdala hiperaktiv olur, nəticədə insan daha çox qorxur, panik və təşviş artır. Ümumiyyətlə, uzun müddətli stres hansı halları yaradır? Baş ağrıları, yuxusuzluq, anksiyetə, təşviş, depressiya, diqqət və performansın düşməsi, emosional tükənmə.